Səhifəmə xoş gəlmisiniz. Bu gün sizinlə evdə hazırladığım türk poğaçasının reseptini paylaşıram. Xəmirinin yumşaq alınması üçün onu səbirlə yoğurdum, dincəltdim və hər detalına diqqət etdim. Poğaçanın ən gözəl tərəfi odur ki, sobadan çıxan kimi ətri bütün evi bürüyür, üstü qızılı rəng alır, içi isə olduqca yumşaq qalır. Çay süfrəsinə çox yaraşır, səhər yeməyinə də, günorta arası da ləzzətlə yeyilir. Evdə bişən poğaçanın dadı tamam başqadır. Sadə ərzaqlarla hazırlanan, amma nəticəsi hər kəsi sevindirən bir ləzzətdir. Siz də mütləq yoxlayın bu resepti. Əgər videomu bəyəndinizsə, yaxınlarınızla paylaşmağı unutmayın. Maraqlı reseptlər üçün izləmədə qal.